Əgər cəmiyyətdə əmr bi məruf, insanları yaxşılığa dəvət olunmasa və insanlar pisliyə gedən yoldan çəkinməsə, cəmiyyətin içində insanların etiqadı da batil olacaq, aradan gedəcək, məhv olacaq. Cəmiyyətin əhkamı da tapdalanacaq, şəriət hökmləri tapdalanacaq. Cəmiyyətin əxlaqi hökmləri də tapdalanacaq. Əgər cəmiyyətin arasında əmr bi məruf və nəhy-əz münkər, yaxşılığa dəvət olunsa, insanlar pislikdən çəkinsə, Allahın tamamı hüquqları insanların arasında öz əhəmiyyətin insanlara bəxş eləyəcək. Amma şərt budur ki, bütün füqahanın nəzəri budur ki, Əhl-i Beyt əleyhimussalamdan gələn hədislər budur ki, əmr bi mərufun, nəhy-əz münkərin şərti budur ki, gərək barəsində arif olasan. Yaxşılığın özün tanıya biləsən, pisliyin özün tanıya biləsən. Yaxşılığın mahiyyətin insan gərək əvvəl özü başa düşə.